Hörmətli və əziz müştərilər, bizim Azərbaycan bazarına gələn ən gözəl yağlardan biri də Bardağal yağlarıdır. Bardağal yağlarının Azərbaycan bazarında bir neçə çeşidi var. Hərə bir söz danışır ki, Amerika, Avropa, xeyr qardaş. Bardağal Belçikadan buraxılıb gəlir. Gördüyünüz kimi müəyyən çeşidlərin hamısı, stokumuzda demək olar ki, işləyən çeşidlərin hamısı var. Bardağal çeşidləri qədər Belçikada buraxılıb gəlir. Stabs Bardağal zavodunda buraxılır bu çeşidlər. Xüsusi özəlliklərə malikdir. Bu 0,20'ləri 100% təmiz sintetikdən ibarətdir. Bu yağların C6 A tələbindəndir. Bunu həm hibrit olmayan mərkələrdə istifadə etmək olar. 5,20'lərində onu kimi. 5,30'ları, 5,40'ları istifadə edəndə mütləq bunun göstəricilərinə Bardağaldan şikayət edən müştərilərə aiddir ki, mütləq göstəricilərə nəzarət etmək lazımdır, mütləq göstəricilərə baxmaq lazımdır. 92 ilə işləyən maşına götürüb ciyə düşən yağı tökürlər məsələmi, sonra deyirlər ki, yağda çöküntü var, filan var. Xeyr, elə deyil. Bu da DPF olan, sadəcə filtr olan maşınlar üçündür. Bunu hal-hala elə bir maşına tökmək lazımdır ki, maşın 95 ilə işləsin. Bardağalın göstəriciləri çox gözəl göstəricilərdir, iş sistemi çox əladır. Bardağal yağlarından da tam ürəklə istifadə edə bilərsiniz, gözəl göstəricilərə malikdir. Bardağalın qatqıları Azərbaycanda demək olar ki, nömrə bir qatqılardan biridir. Mən onların müəyyən qatqıları haqqında sizə məlumat verəcəm. Hörmətli müştərilər, əziz insanlar, Bardağalın gördüyünüz kimi bir neçə qatqısı var qarşımda. Bu qatqılar benzin maşınları üçündür. Bu injektor sistemini təmizləmək üçündür. Çox gözəl bir qatqıdır. Bunun bir dənəsi 50 litr benzinə qarşı 4 zapravkadan bir istifadə etmək lazımdır. Hər zapravkada bunu istifadə etmək olmaz. İnjektor sistemində fasulkaların yağlanması çox gözəl effektə malikdir. Bu gördüyünüz benzin oktan qaldırandır. O oktan qaldıran yarım ton benzinə qarşı. O tökəndə üstündə milimetraj qaz da var, qapaqla döymək lazımdır. Bir dənəsi tam 500 litrə qarşı çox güclü oktan qaldırandır. Benzin keyfiyyətini hədsiz dərəcədə çox güclü şəkildə qaldırır. Maşının soğuk motorda fırtlanmasına tezdən ən çox qış aylarında lazımdır. Yağın hərəkətində yanmağında çox güclü fəaliyyəti var, çox gözəldir. Bu isə dizelin qatqılarıdır, dizelin oktan qaldıranıdır. Bu da həmçinin benzin kimi, bu da yarım ton dizelə qarşı çox əladır. Bu motor fuluşdur. Hər izah elədiyim kimi, motorda düzgün yağ tökməyəndə, düzgün istifadə eləməyəndə, motorda yağın çox qatı şəkildə çöküntüsü bu həmi karterə gedir. Həm kolokkanın altında böyük yağ qatqısı, sıvanlı əməliyyatı. Motoru yumaq üçün ən gözəl köhnə yağın üzərinə tökürsən, 10 dəqiqə, 5 dəqiqə yerində işlədirsən, tam sərbəst şəkildə motoru tam gözəl yuyur, təmizləyir. Ondan sonra mühərrik də tam yaxşı işləməlidir. Bu dizellər üçün injektor cleanerdir. Injektor sistemində tam şəkildə gözəl təmizləyir. Bir dənəsi 50 litr dizelə qarşı çox gözəl effekt verir. Mühərrikin dizel maşınlarda hərəkət eləməyində, sistemin yanacaq yollarının təmizlənməyində çox güclü bir məhsuldur. Burada tam şəkildə istifadə edilməkdir. Kim Bardağalın məhsullarını əldə eləmək istəsə, bu uçağımızdan yaralamaklar. Yağlar şəhəri bizim mağazadır. Sərin restorandan üzbəyüz. Təşəkkür edirəm hər birinizə, minnətdarım.